Salam, axşamınız xeyir. Deməli, bugün izah eləyəcəm ideal qaz qanunlarından, yəni MKM bölməsindən ətraflı sualları, amma bütün hamısını izah eləmirəm yenə. Yeni daxil edilmiş sualları izah eləyəcəm. Başlayıram 22-ci sualdan. Deyir ki, silindrik qab çəkisi nəzərə alınmayan mütəhərrik porşenlə iki hissəyə ayrılmışdır. Porşen tarazlıqdadır. Hər iki tərəfdə ideal qazın temperaturu 0 dərəcə Selsidir. Həcmləri V1 bərabərdir V, V2 bərabərdir 2V olan 2V-dir. Sol tərəfdə temperatur 127 dərəcə Selsi artırılarsa, sağ tərəfdə isə 123 dərəcə Selsi azaldılarsa, sol tərəfdə qazın tutduğu həcmin sağ tərəfdə qazın tutduğu həcmə nisbətini hesablayın. Deməli, bizdən birinci baxırıq, nəyi istəyir? Sağ tərəfdə nə istəyirdi? Dəqiqə, sol tərəfdə sağ, sol. Deməli, bizdən soruşur V1-in V2-yə nisbətini soruşur bizdən. Bunu yuxarıdan qeyd edək. Davam edək. Baxıram nəyə? Birinci bizdə nəyi deyir? Deyir ki, tarazlıqdadır. Tarazlıqda olmağı deməkdir ki, burada təsir edən təzyiqlər bir-birinə bərabərdir. Yəni, P bərabərdir, P sabitdir. Temperatur əvvəlcə sabitdir. Düsturumuz necədir? PV bərabərdir nÜRT. Buradan görürəm ki, R sabit, T onsuz da sabit, R sabitdir, T sabitdir, P-ni də sabit veribsə, demək ki, nÜ ilə R düz mütənasibdir. NÜ ilə R düz mütənasibdirsə əgər, onda belə deyək də, birincidə bura nÜ1 desək, ikincinin həcmi 2V olduğundan tezliyi də olacaq 2nÜ. Bunu nÜ deyək də, nÜ1, nÜ2 deməyək artıq. Birinciyə nÜ1 deyiriksə, ikinciyə də 2nÜ deyirik. Deyir ki, indi temperatur bu qədər artırılarsa, sağ tərəfdə olan həcmin, sol tərəfdə olan həcmin nisbətini hesablayın. İndi baxıraq. Temperatur birinci halda nə qədərdir? T1 birinci deyir ki, 0 dərəcə Selsidir, sonra 127 dərəcə Selsi artırılarsa. Deməli, bunu gəlin Kelvinə keçək. Kelvinə keçəndə bilirik də 273-ün üstünə gəlirəm 127-ni. Bu eləyəcək 400. Deməli, T1 necə olacaq? T1 birinci halda olacaq 400. İndi bəs T2 necə olacaq? T2 də olar. Deməli, deyir ki, 123 azalarsa. 123 azalırsa, bu zaman 273-dən çıxırıq 123-ü. Bu da eləyər 150. İkinci halda isə T2-miz olar 150. İndi yenidən biz həcmin, daha doğrusu həcmin deməyək də, bu PV bərabərdir, baxın, bu PV bərabərdir nÜRT düsturundan. Yenidən yerinə qoyuram. Buradan görürəm ki, P-miz sabitdir, yenə tarazlıqdadır, işimiz yoxdur. R-imiz də sabitdir. O zaman belə yazaram da, baxın, V1-in V2-yə nisbəti bərabərdir. NÜ ilə düz mütənasibdir. NÜ1-in nÜ2-yə nisbəti vurulsun. T ilə də düz mütənasibdir. T1-in T2-yə nisbətinə. Mən artırıldığına artıq belə deyək də, birincinin temperaturu artırılıb olub 400 Kelvin, ikinci də azalıb olub 150 Kelvin. Ona görə elə T1-in yerinə 400, T2-in yerinə 150 qoyacağım. İndi yazıram V1 bölünsün V2 bərabərdir. nÜ1-imizin qiyməti, baxın, nÜ-dür. nÜ2-in də qiyməti 2nÜ-dür, qeyd eləmişəm. Vuraq. T1-in qiyməti 400-dür. T2-in də qiyməti 150-dir. Bunlar belə ixtisar getdi. Bunun sıfırı ilə də bunun sıfırı getdi. Qaldı V1 bölünsün V2 bərabərdir. Sürətdə 4, aşağıda da 3. Demək ki, V1-in V2 nisbətini eləyirdi. Cavab elədi 3-də 4. Bu belə. İndi baxıram 23-cü suala. 23-cü sualda bizə deyir ki, verilmiş kütləli ideal qaz üzərində aparılmış qapalı 1-2, 2-3 və 3-1 proseslərində Rho-nun T-dən koordinat sistemində təsvir edilmişdir. Rho-T-dən asılı qrafiki yəni verilib. Bizdən soruşur ki, qrafikin P-nin V-dən asılı qrafikini çəkin. Deməli, çəkək. Biz çəkməliyik P-nin V-dən asılı qrafikini. Birinci belə qrafikimizi çəkək. Sonra nəyin asılı olana baxarıq. Biraz böyük çəkək ki, hər şeyi rahat yerinə qoya bilək. Deməli, P-nin V-dən asılı qrafikinə baxırım. Deyir 1, 2, 2, 3, 3, 1. Aha. Birinci baxıram 1-2 prosesinə. Baxın burada 1-2 prosesinə. 1-dən 2-yə gedəndə Rho sabitdir. Rho sabitdirsə, biz bilirik ki, V də sabitdir.
Çünki rho dəyişmirsə, həcm də dəyişmir. Deməli, V sabitdir, amma temperatur azalır. Deməli, V-miz sabitdir, amma temperatur azalır. V sabiti, temperatur azalırsa, deməli, bizim təzyiqimiz də azalacaq. Təzyiq birinci hissədə azaldı. Qiymətlərini də qeyd edək. 1, 2 buradır. Sonra nə deyir bizə? Sonra 2-3 prosesinə baxıram. 2-3 prosesində görürəm ki, baxın bu hissədə rho ilə T tərs mütənasibdir. Rho ilə T tərs mütənasibdirsə, demək ki, burada P sabitdir. Bilirik də P sabit olanda rho ilə T tərs mütənasib olacaq. P bərabərdir NKT düsturundan. Deməli, nə sabitdir? P dedik ki, sabitdir. P-nin belə bir sabit qrafikini çəkirəm. İndi görək nə artır? Baxıram, temperatur artır. Temperatur artırsa, deməli həcm də artır. Bu oldu 2-3 prosesi. Sonra baxıram 3-1 prosesinə, 3-1 hissəsinə. 3-1 hissəsində isə temperatur sabitdir. Temperatur sabitdirsə, bilirik ki, biz rho ilə P ilə V, temperatur sabit olunur. P ilə V tərs asılı olur. Ona görə baxın, belə bir qrafikdir. Bunu inşallah ki, buraları birləşdirə biləcəm. Aha. Belə bir qrafikdir və indi görək nə dəyişir? Temperatur sabitdir. Baxırsınız ki, rho artıb. Temperatur sabitdir, rho artıbsa, demək ki, P-nin də qiyməti artıb. Bu da oldu 3-1 hissəsi. Qrafikimiz oldu. Baxın, ümumi olaraq bu şəkildə. Bu da oldu bizim qrafikimiz. Sonra keçirəm növbəti suala. Növbəti sualımız 24-cü sualdır. Deyir ki, kütləsi M bərabərdir 10 kiloqram və sıxlığı mayenin sıxlığına bərabər olan bərk cismi yarıya qədər mayeyə batırmaqla tarazlıqdadır. Yerə bərkidilmiş S silindrinin sahəsi 250 sm² olan porşenlə təchiz edilmiş və porşenin altında ideal qaz var. Cismin mayeyə tam batması üçün porşenin altındakı qazın təzyiqi minimum nə qədər artmalıdır? Baxaq indi. Baxaq görək burada bizə nə verir. Bizə deyilib ki, kütləmiz 10 kiloqramdır. Kütləmiz 10 kiloqramdırsa, demək ki, bu cismə təsir edən ağırlıq qüvvəsi, yəni mg'miz bərabərdir 100 newtondur. Baxın indi. Burada yuxarıya doğru bir dənə F arximet var. F arximet. Bir də burada yuxarıya doğru T gərilmə var. F arximet var, T gərilmə var. Demək ki, biz bilirik də, bəlkə bu ip tarazlıqdadırsa, deməli bunun aşağı istiqamətə təsir edən qüvvə ilə yuxarı istiqamətə təsir edən qüvvə bərabər olub. Əgər bunun mg'si 100-dürsə, deməli bunun F arximeti də 50 newtondur, T'si də 50 newtondur, belə deyək. İndi T'miz nə qədər oldu? T oldu 50 newton. T'miz 50 newtonsa, bu ipdə, eyni ipdə bilirik ki, eyni gərilmə yarandığından gəlir. Bu ipdə də yaranan T bərabərdir. Gərilməmiz olur 50 newton. Bu belə. İndi bu cismin deyir, nə deyir? Bir dəqiqə şərtə bir də baxaq. Mayeyə tam batması üçün təzyiq minimum nə qədər olmalıdır? Tam batması üçün bizim təzyiqimiz nə etməlidir? Həm minimum nə qədər olmalıdır? Deməli, təzyiqin düsturu nədir? P bərabərdir, bilirik ki, F bölünsün S-dir də bizim təzyiqimizin düsturu. Buradan bərabərdir. İndi F nədir? Yəni, bunu nə qədər qüvvə lazımdır, belə deyək də, dartmaq üçün? Nə qədər? Elə gərilmə qüvvəsi qədər. Yəni, F-imiz eləyir 50, S-imiz də eləyir 250, verib də şərtdə bizə 250 santimetrin kvadratıdır. Santimetr kvadratına metr kvadratına çevirməliyik. Olacaq 10 üstü mənfi 4. Bərabərdir. Bunu da hesablayaq. Bunu 0 ilə bunu 0 getsin. 10 üstü çıxsın. 10 üstü 4 çıxsın sürətə. Bu eləyər 100. Vuraq 10 üstü 2 kimi saxlayım ki, mənə rahat olsun. Aşağıda da olsun. Bunlar da getdi 5. Deməli, 100-ü 5-ə böldüm. 20. 20-ni də vurdum 100-ə. Elədi 2000. Yəni, cavabımız eləyir 2000. Bizə lazım olan təzyiq 2000. qədər artırılmalıdır. Bu belə. Sonra davam edirəm 25-ci sualla. Burada da, bu sual əslində keçən dərs izah eləmişəm, amma burada yenidən veriblər, yenidən izah eləyək. Deyir ki, burada
60 dərəcə meyl etdikdə həcmi neçə dəfə? Şərti uzundur, özünüz oxuyarsınız. Mən birbaşa həllə baxıram. Aha. Buradan deməli nə edirəm? Buradan bilirik də, ağzı açıqdırsa, bir dənə atmosfer təzyiqimiz bura təsir eləyəcək. Deməli, bizim P0 atmosfer təzyiqimiz. Deməli, bizim düsturumuz necədir? P bərabərdir. P0 plus. Elə bizə də buranı 700, eli 760 verdiyindən, yəni bura 760-dırsa, civə olduğundan, belə deyək də, elə olacaq 760 mm civə sütunu, o da elə P0-a bərabərdir. Belə deyək də, P0 üstə gəlsin 760 yazacaq. Bunu keçən dəfəsində 760-dan 760-ı toplamışdım. Amma bu dəfə bilirəm ki, onsuz da atmosfer təzyiqimiz 760-dır. Ona görə bunu belə yazırım. 2P0 eləyirəm. Sonra ikinci halda baxıram. İkinci halda görürsünüz ki, bura ilə 60 dərəcəlik bucağı elə gətirib yaxınlaşdırıram. Ora 60 dərəcədir, deməli bura 30 dərəcədir. Baxın, bax bu 30 dərəcə meyl eləyib. Ora 30 dərəcədirsə, demək ki, baxın, burada 30 dərəcədir. İndi baxıram. Belə bir üç bucaq alındı. Baxın, indi bura eldir. Biz də bilirik ki, 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Əgər bura el olubsa, demək ki, bax bu katet bizim gördüyümüz, bax bu necə olacaq? El bölünsün 2 olacaq. Demək ki, hündürlüyümüz bizim necə dəyişdi? 2 dəfə azaldı. Bu P1 halındadır da. Yazıram P2 bərabərdir. Yenə P0 var olsunuz da, buradan atmosfer təzyiqi təsir eləyir. P0 üstə gəlinsin, 760-ın yarısı olacaq da. Yəni olacaq P0 bölünsün 2. Bu da olacaq 1,5 P0. Nəyi soruşurdu bizdən? Dəqiqə heç. Nisbət soruşur. Deyir P1-in P2-yə nisbətini soruşur da, P1-in P2-yə nisbəti bərabərdir. 2 P0-ın 1,5 P0-a nisbəti 20 bölünsün 15 deməkdir. Bu da yəni P1-in P2-yə nisbət eləyəcək. Hər tərəfin 5-ə bölsəm, aşağıda 3 qalacaq, yuxarıda da 4 qalacaq. Necə dəyişər? Yəni P1-in P2-yə nisbəti eləyər 3-də 4. Keçək növbəti səhifəyə. Qapalı qabın sol qolu civə ilə doludur. Sağ qolunda isə yalnız hava var. K açarını açdıqdan sonra sağ qoldakı civənin hündürlüyü soldakıdan 3 dəfə az olur. Sağ qoldakı havanın təzyiqinin necə dəyişdiyini müəyyən eləyin. Temperaturumuz da bərabərdir. Birinci hal-hazırda, baxın burada, təkcə bizim birinci tərəfdə, belə deyək də, bu tərəfdə civə var, digər tərəfdə isə burada civədir, digər tərəfdə isə havadır. Bizim bu krantımızı açandan sonra, baxın bu kranı açandan sonra, bax bunu açdıq, artıq burada yoxdur. Nə olacaq? Buradakı civə digər tərəfə də keçəcək. Deməli, indi nə baş verəcək? Bizə deyir ki, indi buradakı civənin müəyyən bir hissəsi keçir digər tərəfə. Və bizə şərtdə deyir ki, sağ tərəfdəki civənin hündürlüyü soldakından 3 dəfə az olur. Onda əgər biz bura H deyiriksə, buradakı civənin hündürlüyü digər tərəfdəki civənin hündürlüyünə o zaman 3H deməliyik. Həcm dəyişmirdi, ümumiyyətlə fərqi yoxdur. Bizim birinci halda civəmiz burada, bütöv burada oldu. Yoxdur, yaxud da ki, ikinci halda həm burada, həm də digər tərəfdə oldu. Hər iki halda bizim civəmizin ümumiyyətlə həcmi dəyişmir. Həcmi dəyişmədiyindən birinci hal üçün yazıram. Hələ ki, həcmi dəyişməyəndə ümumi həcm nə qədərdir? V bərabərdir S vurulsun H-dır. Birinci böyük H ilə ifadələdim ki, çünki təbii ki, əvvəl hündürlük daha çox olub da, kranı açandan sonra digər tərəfə də civə keçdiyindən hündürlüyü onsuz da azalmış olacaq. Ona görə qarışdırmırıq deyə mən böyük H ilə ifadələdim. İndi həcm dəyişməyəcək. Necə olacaq? İndi sadəcə olaraq buradan civənin müəyyən bir hissəsi digər tərəfə də keçdiyindən belə yazıram. Deməli, V1 plus V2 kimi də V1-i birinci halda nə qədərdir? Birinci hissədə nə qədərdir? 3H, V bərabərdir SH-a. Birinci halda S-imiz S-dir, H-ımız 3H-dır. Üstə gəlinsin. İkinci halda isə S-imiz S-dir, eləcə H-ımız H olduğundan bu da olur 4SH. Yəni, bizim nə qədər oldu? Krant açandan sonra hündürlüyümüz, həcmimiz necə oldu? 4SH oldu. Yəni, onsuz həcmimiz bərabərdir. Sadəcə hündürlük dəyişdiyindən. Birinci halda necə idi? SH bərabərdir 4SH. Burada S-lər getdi. Balaca H bərabərdir. Böyük H bölünsün 4 oldu. Yəni, bizim civəmizin hündürlüyü 4də 1 H oldu da, belə deyək. İndi bunu biz belə yazdıq.
İndi bizim birinci halda 4 bu əgər civəmiz 4də 1-i tutubsa, yəni indi hava nə qədər tutacaq? Hava tutacaq 4də 3. Hava tutacaq 4də 3 hissəsi. 4də 3 hissəsi. İndi belə yazarıq. Axı temperatur sabitdirsə P ilə V tərs asılıdır. Birinci halda həcmimiz belə yazaq, SH-dırsa, ikinci halda havamızın ikinci hissəmizin həcmi olacaq V bərabərdir. V1 bərabərdir. Bunu SH yazıramsa, ikinci halda digər tərəfdən yazım. V2-miz bərabərdir. Deməli, S-imiz onsuz da S olaraq qalır. H-ımız necə olur? Böyük H çıxaq balaca H-da. Böyük H-ı da bayaqların biz burada 4də 1 almışıqsa nə qalacaq? 4də 3 H. Bu belə. İndi yazıram ki, temperatur sabit olduğundan P1-in P2-yə nisbəti bərabərdir. V2-nin, yəni P2-nin P1-ə nisbəti yazaq. Çünki deyir necə dəyişdi. V1-in V2-yə nisbəti olsun. Deməli, P2-nin P1-ə nisbəti bərabərdir. V1 birinci halda necədir? SH-dır. Bəs ikinci halda necədir? Bəs 4də 3 SH-dır. SH-lar gedir. P2-nin P1-ə nisbəti qalır 3də 4. Yəni bizim təzyiqimiz 3də 4 dəfə artar. Bir çox yolu var əslində bunun. Mənim fikrimcə ən rahat yolu belədir. İndi digər 27-də eynisidir. Gəlin eyni qaydada 27-yə də baxaq. 27-də deyir ki, eyni şərtdir yəqin ki, bu dəfə deyir ki, 4 dəfə az olarsa. Deməli, bu krantı açandan sonra hündürlüyümüz deyir 4 dəfə az olur. Yəni, biz bura əgər 4H deyirəmsə, digər tərəfdəki hündürlüyümüz olacaq H. Çünki deyir 4 dəfə fərqlənir. Yenə də biz bunu eyni qaydada yazıram. Birinci halda yenə həcmimiz nədir? V bərabərdir. Birinci haldakı həcmimiz S-dir, H-dır. İndi ikinci halda civəmizin həcmi yenə də dəyişmir də. Necə olur? Hündürlüyü bunun 4H-dır. Deməli, 4H vurulsun S bərabərdir. İkinci haldakı sahəmiz 2S, üstə gəlsin deyə bərabər deyil. 2S vurulsun H-a. Bərabərdə bu da eləyər 6SH. Deməli, nə elədi? 6SH elədi. İndi əvvəl nə qədər idi bizim həcmimiz? SH bərabər eləyirəm 6S balaca H-a. Çünki hündürlüyümüz azalır. Çünki buradan civə yendirib ikinci tərəfə keçirsə, bunun hündürlüyü azalacaq. S-lər gedəndən sonra biz buradan aldıq ki, balaca H bərabərdir. Böyük H bölünsün 6-ya. Bu belə. Deməli, hündürlüyümüz yenə birinci halda belə olduğu üçün, yəni altda H bölünsün 6 olduğu üçün yazıram. V1 bərabərdir. V1-ci üçün SH idi. V2 nə qədər olacaq? Bunun altda birinci civə tutubsa, nə qədər hava qaldı? 6-da 5 SH. Eyni qaydada P1-in P2-yə nisbəti, P2-nin P1-ə nisbəti bərabərdir V1-in V2-yə nisbətinə. P2-nin P1-ə nisbəti bərabərdir. V1-imiz SH-dır, V2-miz 6-da 5 SH-dır. O da eləyər 1,2. Yəni P2-nin P1-ə nisbəti 1,2-dir. Yəni təzyiqimiz bizim 1,2 dəfə artmış olar. Baxıram növbəti suala 28-ə. Buranı pozaq ki, bizə yer lazım olsa rahat yaza bilək. 28-ci. Radiuslu şarlar iç-içə yerləşdirilmişdir. Hər iki şarın daxilində eyni kütləli və eyni temperaturlu helium qazı vardır. R radiuslu şar partladıqdan sonra 2R radiuslu şarın daxilindəki qazın təzyiqi necə dəyişir? Deməli, biz nə etməliyik? Bizdən birinci olaraq soruşur, baxın. Bizdən birinci soruşur, bax bu kənardakı, belə deyək də, şarın həcmini tapmalıyıq. Bunun həcmini tapmaq üçün nə etməliyik? Bu ümumi həcmdən, bu ortadakı şarın həcmini biz çıxmalıyıq ki, bu kənardakı, buna bir şarı deyək də, o şarın həcmini tapaq. Yəni, V1-i mən tapmaq üçün, belə deyək də, V1-i tapmaq üçün V ümumidən çıxacam V ikinci şarın həcmi. Bərabər qoyuram indi. V ümumimiz nə qədərdir? 3də 4 pi R-in kubu. İndi R-in kubudur. Mən birinci böyük şarımızdır da, onun R-i 2 yerdirsə, kubu eləyəcək 8 olur. 8R kubu çıxılsın. İkinci halda nə qədərdir? 3də 4
Eləcə radius r olduğu üçün pi r-in kubu olur. Bərabərdir. Belə deyək də biz bunu. Görürük ki, buradan 3-də 4, 7, bir dəqiqə. Aydın olsun deyə belə yazım bunu. Bərabərdir. 7 vurulsun 3-də 4 pi r kubu. 3-də 4 pi r kubu mən V0 olaraq yazıram da, yaxud da ki, eləcə V olaraq ifadə edeyim ki, bizə birazdanki məsələmizdə çox böyük alınması. Yəni, bunun həcmi nə qədər qaldı? 7V qeyd elədim. Yəni, birinci halda, indi yuxarıdan qeyd edirəm, V1-imiz bərabərdir 7V-dir. Bu birinci haldadır. Bunu tapdım, indi buranı pozuram. İkinci halda isə bizə deyir ki, şarımız partladı. Şar partlayandan sonra, təbii ki, içəridəki bu şar partladısa, hər yer bütöv bir şar olacaq. Hər yer olur, bütöv bir şar olur da, belə deyək. Ona görə artıq bunun radiusu nə olacaq? Eləcə 2 yer olacaq. Yəni, V2 bərabərdir 3-də 4 pi r-in r-imiz neçə idi? R-imiz 2-dirsə olur 8 r-in kubu. Bu neçə eləyir? 3-də 4 pi r kubumuz V idisə, bu da olacaq 8V. Deməli, ikinci halda da həcmimiz oldu 8V. İndi amma burada bir şey nəzərə almaq lazımdır. Nəyə nəzərə almaq lazımdır? Kütləni. İndi baxıram, birincidə M1-imiz birinci halda. Deyir ki, eyni kütləli. Yəni, burada da M idi. Burada da M idi. Daxildə də M idi. Yəni, birinci halda kənardakı şarın kütləsi nə qədər idi? M idi. Amma ikinci halda isə, yəni M2, ikinci halda isə necə oldu? Bu içəridəki şar partladığından bunun da kütləsi artıq, belə deyək də, bu içəridəki şar partladı, artıq bu helyum qazı kənardakı helyuma qarışdı və kütlələri ikisi də M idisə, oldu 2M. İndi P, V bərabərdir M bölünsün. Qələmim neyəsə yaxşı yazmadı. Sütunumuz necədir? PV bərabərdir. M bölünsün M, RT. Bizə şərtdə deyir ki, bax, temperatur sabitdir. İkisi də helyum, bu M-imiz sabitdir. R-imiz onsuz da sabitdir. Deməli, bizdən təzyiqi necə dəyişdiyini soruşur da. Yəni, P1-in P2-yə nisbəti bərabər. P görüm M-lə düz mütənasibdir. M1-in M2-yə nisbətinə vurulsun. Həcmlə tərs mütənasib olduğuna görə V2-nin V1-ə nisbəti. İndi qiymətlərini qoyuram yerinə. Aşağıdan yazıram. P1 bölünsün P2 bərabərdir. M1-imiz nə qədər idi? M idi. Bayaq dedim, təkcə kənardakı qazın həcmi idi. İkinci halda M2-miz nə idi? 2M idi. Vurulsun. V2-miz, bax, buna görə yazırdım ki, burada çox böyük olmasın. Eləcə birbaşa V ilə ifadə edək. V2-miz 8V elədi. V1-imiz də elədi. V1-imiz də eləmişdi 7V. V-lər getdi, M-lər getdi. Nə qaldı? Bununla da bu getdi, yuxarıda 4 qaldı, 4, aşağıda da 7. Yəni, P1-in P2-yə nisbəti eləyir 7-də 4. 7-də 4 yoxsa 4-də 7? P1-in P2-yə nisbəti, P2-in P1-ə nisbətini biz yazsaq, gəlin elə yazaq. P2-nin P1-ə nisbəti bərabərdir 4-də 7. Bunu da cavab eləyər 1,75. Yəni, təzyiqimiz 1,75 dəfə artmış olar. Bu da bu məsələnin həlli.